Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, az ərzaqla, çox dadlı, bol şokoladlı, yumşaq keksi hazırlayacağım. Keksi hazırlamaq üçün 5 ədəd otaq temperaturunda olan yumurtanı mikserin qabına əlavə edirəm. Üzərinə 1 stəkan şəkər əlavə edirəm. Mikserlə ağaranacan çalıram. Yumurtanın həcmi artıb ağardıqda üzərinə 5 yemək qaşığı duru yağ, 5 yemək qaşığı da ilıq süd əlavə edirəm. 3-5 dəqiqə yenidən çalıram. Mikseri söndürürəm. Unu kənarda qarışdıracağam. Ələyin içərisinə 1 stəkan yarım un əlavə edirəm. Üzərinə 3 yemək qaşığı kakao tozu, 1 paket vanil, 1 paket də qabartma tozu əlavə edirəm. Unlu qarışımı ələkdən keçirdirəm. Çırpıcı ilə qarışdırıram. Hazır xəmir bu qatılıqda olmalıdır. Hazır xəmiri diametri 30 sm olan halqanın içərisinə əlavə edirəm. Əgər bu cür halqa yoxdursa, adi böyük listin içərisinə də əlavə edib bişirmək olar. 200 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq gördüyünüz kimi keks hazırdır. İsti-isti üzərindən bir neçə yerdən deşləkləyirəm. İsti keksin üzərinə 1 stəkan soyuq süd əlavə edirəm. Bir paçka qara pletka şokolad götürmüşəm. Üzərinə yarım stəkan süd əlavə edirəm. 30 qram da kərə yağı əlavə etdikdən sonra buxar hamamında əridirəm. 2-3 dəqiqəyə tam əriyir. Gördüyünüz kimi artıq tam əriyibdir. İsti-isti keksin üzərinə əlavə edirəm. Hər tərəfinə eyni qaydada yayıram. Keksin üzərini xırdalanmış qoz fındıq və yaxud da kokosla bəzəyə bilərsiniz. Artıq gördüyünüz kimi bol şokoladlı, yumşaq, dadlı keksimiz hazırdır. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb bu keksin dadına baxmağa dəyər. Qeyd edim ki, videoları izləyərkən bəyənsəniz, kanalımızdakı videolar daha çox insanın qarşısına çıxar. Əvvəlcədən videoları izləyib bəyənənlərə, kanalımıza dəstək olanlara öz təşəkkürümü bildirirəm. Hazırlayacaq olanlara nuş olsun.